Neyse. Nasılsınız? Üzü güzel. Üzü güzel. Arkadaşlar biz çıxmışıq. Nərgizlə gedirik alışverişə. Bugün biraz yaxşı hiss edirəm özümü. O da məni yoldan çıxartdı ki, gedək paltar alaq. Dedim, sevə-sevə gedək. Kəndi nurani üzümü göstərim sizə. Hello. Mama ilə tacir qaldı evdə. Tacirə görə də gedir. Çünki tacirə Nərgiz qəşəng köynək alıb. Daha doğrusu jilet alıb jaketdə üstdən geyinməyə. Əyninə balaca da deyil, gedir onu qaytarmağa. Yığ. Gedir onu qaytarmağa arkadaşlar. Özümüzə də görək oradan düzdür. Mən paltar geyinib soyunmağa halım yoxdur. Bu ayın onu ad gündəyəm. Deyib özümə şey almalıyam. Nərgiz deyib buradadır. Ağ rəngdədir. Buradadır. Neyse arkadaşlar gidiyoruz. Arkadaşlar geldi birinci karnımızı doydurmağa. Getdi tacirin köynəyini dəyişdik. Üzüm geçen düşür. Ben orada çeviremem çünkü. Düşmədim, belə çevirdim. Birinci karnımızı doydururuq. Ondan sonra gedirik şeyə. Ekstra brandin yanında bir mağaza. Hansı mağazaydı? Milamir. Çox qəşəng mağazadır. Gedirik oraya. Sen yemek çok geçen oluyor. Bununla bir seninle gidenler var böyle bir şey. He? Peki götüreyim dene. Bunu öyle. Bunu açma. Bu. Acıyor yanındaki de. Bu. Yıkat var. Bu. He? 35 manat çok geçendi. Ben ama arkadaşlar bu donu müslek götürdüm. Her şey Nərgiz beğenmedi. Ama ben bunu 20 çekişine de gelebilirim. Böyle gündelik de gelebilirim. Çok beğendim. Nasıl indi bundan giyinmeye? Bana? Ya. Yok çok çabuktu. Bu geçeydi ha ama. Nasıl bu bununla gitmeyecek. Bana karası lazım. Ya böyle bir şey. He? Sen onu botunla giyinebilirsin. Hansı botun ara botunu? Ben kara botum var. Abluk kara botum var. Kabluk. Yok kablukla yok. Düz bir şey istedim. Daha böyle bir şey neydi? Sana olur. He? Peki götürür mü öyle? Karadöy'de. Ele çıkandırın götürelim onu. Arkadaşlar bu papağı çok almak istedim ama Nərgiz paxıllığından qoymuş. Verdi ki hayya deyənlərə oxşusan. Bir dənə qırmızı don aldım, bir dənə tacirə köynək aldım. İndi gedirik J-Shop var Nərmanovda. Orada çox gözəl mağazadır. Orada sizə geniş bir video çəkəcəm. Özümə ad günə geyinməyə don almamışam. Gedirəm almağa. Bir də ayaqqabı uy alacaqdım. 40 razmeri idi, onu da ala bilmədim. Ha? Artıqya gedim, hə. Ondan arkadaşlar. Yox. Sən az günü bir yerdə kaşlok alacağım. Demirəm, pis kaşlokdur. Sadəcə olaraq mən götürmərəm. Mənim zövqümdə deyil yəni. Zövqlər və rənglər tartışılmaz, amma mən götürmərəm. Bax, bunu götürərəm məsəl üçün. Hiss elədim zövqünü. Mən kim, sən nədir? Qırmızı. Uzun kaşlok işi götürə bilmərəm. Maddan düşür. Allah. Cəmaatın başı harab olub, Allah'ın olsun. Demə, baxıb eləyəm. Baxsın da, nə qayracaq? Dimağım özündədir. Yanaşdım, get oraya. Az yaxşı da yaxşı. Gətirməyi baxı. İndi özümə yaxşılıq edəcəm. Baxmayı bax, bax, da ölçməm görə. Babam qüdrət oxşayır. Getdik arkadaşlar. Deməli, uşaqlar, mağazadan çıxdıq. İçəridə çox səviyyəsiz, çox hörmətsiz bir qadın var idi. Müştəri var idi. Və biz müdiriyyətlərə səslənirik ki, işçilərimizə dəyər verin. Deməli, girib kaşlokunu itirib. Bilmir də hara qoyur. Yaxınlıq qoy deyirəm, çıxsın qabağına. Səviyyəsiz qadın idi çünki. Yaxınlaşıb satıcıya deyir ki, mən kaşloku demişəm, neyniyim? Satıcı da deyir ki, kassadadır da, müştəri yola salır. Tut bunu. Bir kassadan soruşur. Deyir, bilmirəm də. Burada vur. Nəysə, kassa xanımı deyir ki, bilmirəm də. Qayıb deyirsən ki, kimdən söz soruşuram, mal kimi baxır sifətimə. Mən satıcı olsaydım, Spiderman kimi cumardım onun üstünə. Bu sumkanı da vurardım onun başına ki, mal sənin evindəkilərdə mal sənsən. Yəni satıcıya burada nə günah var? Mal sənsən ki, kaşloku durduq yerdə itirmisən, gəlib yapışmısan satıcıdan. Satıcı kassadan atsın, geçsin sən kaşloku tapsın, özünüzə biraz hörmət eləyin. Valla Allah'ın olsun, yəni biz Eltimlə ikimiz də çox əsəbləşdik, hətta o qadını döyərdik belə. Burası çıxdı getdi də, hayif çıxdı getdi.
Çıxıb getməsə də and ol Allaha onu sürüyərdim orada ki, sən insanla danışıq qabiliyyətin. Mal özüdür, mallıq eləyən özüdür, kaşloqunu itirən özüdür. Cəmaatın balasına mal deyir. Özünə hörmət elə, baxırsansa əgər mənə. Baxmırsansa çox şey qaçırdın. Çünki səni yolardıq. Vallahi qızışmışdıq. Səni yolardıq, prosta hayır. Müdiriyyətlərə də xahiş edirəm, işçilərinizə dəyər verin. Qoymayın hansısa səviyyəsiz, gəlsin sizin işçilərinizdən elə danışsın. Çünki onlar gününü, saatını sizə həsr edib sizin üçün işləyirlər. Düzdür, pul qazanırlar, amma əziyyət çəkirlər. Və əminəm ki, o əziyyətin qarşılığını çox az verirsiniz. Hə. Yəni bu dəqiqə maksimum onların maaşı 500-600 manatdır. Buradakı insanın heç aylıq rəsxod eləmir, az eləyir. Yəni əziyyət çəkirlər, 500-600 manata görə işləyirlər. Siz onları əzdirməyin, elənçinə səviyyəsizlərə. Sən də baxırsansa, səni yolardıq. Amma yolanmadıq, çünki çıxdın getdin, qaçdın getdin. Nə hayasız, nə özünə hörmət eləməyən qadın ediyor. Mal özü itirib verə biləcəksən. Valla. Neyse arkadaşlar, getdi, eşitmədi. Biz ona çox söz dedik, prosta eşitmədi, çıxdı getdi. Mən elə qızışmışdım, Allah haqqı yolma. Möhkəm danışırdım ki, eşitsin, prosta eşitmədi, çıxdı getdi. Yoxsa onu and ol Allaha döyərdim orada. Vallahi, yəni mən elə şeylərdə çox həssasam, onu döyərdim. Həqiqətən döyərdim ki, sən cəmaatın balasına niyə mal deyirsən, mal sənsən. Ki, mal, kaşloqu itirmirsən. Ay mal, baxırsansa bax, mal sənsən. Neyse arkadaşlar, taksimizi gözləyirik, gedirik biz C-Shop'a. Arkadaşlar, geldik C-Shop'a ama çıktık. Aldın mı? Aldım. Ayın onu ad gününe giyinmeye bir tane yufka, bir tane köynək aldım. İçerini çok çekebilmedim çünkü içeride həddindən artık çok adam var idi. O yüzden çekemedim. Burada qəşəng mağazadır ya. O dəstə bana güzeldi. Ha, qəşəngdir ama. Ha, baxaq. Çünkü orada bak. Gözümüz doymur arkadaşlar. Arkadaşlar gelmişik. Talih abimiz yeni mekan açıb. Geldim ki aslında çok ağırım, gələ bilmədim və çox tez gəlmişəm. Hamı saat 8-də yığışır. Mən saat ondan. Mən saat 6'da saat indi gəldi ki, ben çəkiliş eləyək, paylaşan eləyək, təbrik eləyək, çıxaq dedi. Çünki həqiqətən halım yoxdur. Mən də açılışı gələndə var, hamı orada yaxşı ki tez gəlmişəm. Hamı geyinib fıntıqlaşdım, mən geyinmişəm sifarişliyim. Amma demək sözü təbrik edeyim, çünki Talih abimiz bizim bütün xeyir işlərimizdə həmişə başda olub. Dedim təbrik edeyim, tez qaçın. Evet. Məclislərin kraliçası. Sport dəstə gözəl Abdullayıq. Salam arkadaşlar. Arkadaşlara bak hele, hayır olsun. Çok sağ ol. Tebrik ederim. Erkeğe şahit ortağım yoktu burada. Sen de düştün. Tamam, neyse başlayalım. Hayırlı uğurlu olsun Talih abimiz. Geçen yıl takmışsan inşallah bol müşteriler, bol bakalım ondan kazanacak. Deməli uşaqlar gözəl gedib şəhərlərdə özünə bir kişi almağa getmişdi, tək getməyib. Gəlinimizlə bir yerdə gedib. Televizorumuz gəlib, bunu deyəsiz niyə görə çəkirsən? Televizorumuz gəlib, yeni televizorumuz, bu da köhnədir. Çıxartmışam indi onu. Əvəzdə bunu taxacam. Hadi birlikte yapalım. Deməli uşaqlar, bunu da hardan aldıq? Təbii ki, Aley Electronics'dan. Alisa üçün almışıq bunu əsasda. Alisa Türkanın Alisa telefonunda Apple'dan şey yemək yeyəndə multifilmlər zadına. Bunu aldıq ki, qobun. İndi asaq görək. Nətər göstərir. Xeyir olsun. İnşallah düşər olsun. Operator mamadır. Köçün evizdə işlədir inşallah. İnşallah. Ayaqlarıdır. Amma ayaqlarını saxlayarsan da birdən lazım olar evə köçəndə. Gəlin dartın. Mən saxlayayım, sən dart. Bu belə.
Tufla ki, gələcəkdə bəlkə prezidentin üstünə qoydunuz. Artıyən sapaqlarını. Hənəli saxlamam. Və uşaqlar, evi qırdıq, sökdük, dağıtdıq. Yekunda televizorumuzu quraşdırdıq. Dostu bu modem həmişə televizorun, obisi köhnə televizorun üstündə yuxarıda dayanırdı. Burada şunuru çatmır deyə məcbur ora qoyduq. Birazdan görə Alisa onu dağıtmasa bu günlük orada qalsın. Sabahlarım bir şey fikirləşərik o haqda. Elə. Kızım. Ananın evladı. Mama senin balası bu bu. Uy Allah, bu neydi ya Rabbim? Bu neydi? Bu neydi ya Rabbim? Nergis biz siz niye gelip? Papağan aparsın diye. Yapan. Eve. Ne dayı yaptı? Seni yıkıp sürüyüblər yorumlarda yasa yap. Yıkıp sürüyüblər yasa yap. Sen yıkılsın. Ben üstüne bir. Anda Allah'a yegane vlog idi ki bir tane adam mənə pis söz yazmıyor. Bir sen niye yazmışlar? Çünkü deyiblər ki gözəl haqlıdır. Sen niye uzandın Niye yine? yazmışlar? Kafana bu arzu ettim bile. Hə. Yazıq deyil o kişi gözəl. Nə yazıdı? Sözün düzünü deyəndə insan yazıq olur. Ben Nazan. ben işte demiyorum. Okumuş hamamsını. Ev almışsan, nə bilim. Deyivler ki şeydi. O biri yazıp ki ona neler yazdı. Ne yazmışsan sen? Oxumamışam. Ev almamışsan uşağına, təhsil verməmişsən, nə bundan qalmamışsan. Yox, təhsil verib arkadaşlar. Ha. Ev almamışsan, ot kök üstündə bitər. Televizorumuz xeyirli olsun arkadaşlar. İşləyir Tacir. Ben Wi-Fi niye oraya koymuşsan? Ben de hara koyacağım. Ay ne geçen ama ekrandan seni görürüm. Şu bak arkadan ne? İşləyir Tacir. Koşuldu. Wi-Fi'ye de koştum ama baba bana. Fazla değişim da 100 manat şeylersen altına deşe polka yığın onun. Gel. Verdi de aynı olan 100 manatı. Onu söyledi. Bak getirib vermədi. Tacir veren değilsin. O zaman başka şey değil. Pul vermişsən Tacir papaya. Niye? Niye? Yazıq var. Zarfas niye vermişsən? Lazım da. Hə? Niyə nə deyir? Sual verəm ki niye vermişsən ailə büdcəmizdən? Pensiyasını almayıb elə. Biz ne yapacağız? Biz de bu alem bütçesi ölü. Yox, sən ailə yaşsın. Gəl məndən qal deyim sən ailə büdcəsi. Qalım var Allah her gün gel qalım burada. İştemirəm. Hara deyilsin onsuz da işim yok ki. Hara deyilsin aparım. Baba televizor bu yapar da. Gözler kapının dalında bir daha bu boyda yer qalır. Onu da buna park koysam şey olur. Əziz izləyicilər, bu televizora kimin ehtiyacı varsa gəlsin götürsün. Ay ne ihtiyaç? He. Aparam kəndə deyirəm dedeme ne ihtiyacı var. Ben de iki sözün maksimum özüm dedim. Sen yerim yoktu. Onu taparız. Deyir ki, yorumlarda yazırlar. Deyirlər uşaqlar 2 yaşına kimi ataya dədə deyir. Allah haqqı. Koyma. Deyir 3 yaşında qanır atanı ata deyir. Ona televizyonu koşmayın. Danışmır. Susur ancak ona bakın. Mən ona televizora qoşmuram ki onsuz. Böyle ama oyunu danışır. Babaya ver. Ancak susur bakın. Sağ ol aşkım. Yemeğini siz İçinde ne var? Hə, nəysə də oxşum. Baba. Səni yıxıb sürüyüblər yorumlarda. Bu sefer sen haklı çıkarttın. Bu səfər mənə haqlı çıxartdılar çünki mən hər zaman haqlıyam. Gəlin hər zaman haqlıdır. Ben ne diyeyim? Ben diyeyim ki gelin pul versin başımın tacıdır. Gör özünə yığışır. Sən nə deyirsən? Şoti qavayış. Çox xətrimə deyil. Sən niyə? Kim? Yorumda yazanlar. Niyə əri mənim tərəfimi saxlayır ona görə? Siz ekranı oynamağı sevirsiniz də, siz ancaq istəyirsiniz ki, sizə xoş sözlər yazsınlar. Ananı yapamam. Düz deyirsən. Ne kadar gezmelere gitmişsiniz. Ananı yapamamışsınız. Gəzməyə getməmişdim ki. Yaraştı mı siz özünüzdə yaşlıdır. Cavab verim də ona. Ben işe düştüm, ne gittim? Sen onu sevmişe işe düşürsen. Sen işinizi alacağım ben. Nə işlə düşdün ki? Dəyişdim. Nə işlə düşdün ki? Ben bir sene niye gitmiştim? Gitmiştim Şoçun neydi? Tacirin köylerini değişmeye. Hə. Ay nə gitsən Məndən dedim, başqa. sən olaq dəst giyinir, onu niyə 2 dənə almamışsan? Şimdi ders şeyini. Uşaqlar. Başa düşmedim. Kardeşler, Həmişə dəst kardeşlere niye birini almışsan? Ulan üçümüz de ders giyirdik biz senin işe. Bak biz üçümüz de ders giyirdik. Siz gelin hemen gerek. Siz gelin hemen gerek bir metre başa salacağım siz. Dayanın. Ana qurban, nə deyir bu? Bu sefer zor sırası değil. Sırada yoxdur. Baba ya bir başka töre var acaba şeyden, Deyin şeyden. Ərgiz alacaq.
Az gündə, düzdür. Yeməyə Bax, nə qədər corab bir keçir? paçka corab olacaq, bir paçka da içkimi mən alacağım sənə. İç gemi derken markası. Hər şeydə, hə, hamısı başdan ayağa. Dərs şəkildə sənə alacağım, özdə güllü çiçəkli. O markası da bağlayasan. Qada güzel. Yola gedəndə İraqos nəsə olub, məndə düşəm. Aparıb yanına görsünlər ki, güllü çiçəklisən. Reklam şey verende ki, anons verende kişinin... Amma insan evdən çıxanda anacan təmiz çıxmalıdır. Allaha qızarfət eləmirəm ki, yoldur da Allaha qurban. Başına bir iş gələndə aparıb onu söyəndə Evini təmiz saxla, qonağın gələr, özünü təmiz saxla, ölümün gələr. Ay sağ ol. Anons verersen ki dedem yarın babam İmim'le evde var. Hamısını dərs göstərəcəm, baxın. Elinde bundan var. Dünən az qala ayrılırdıq. İzləyicilər yazdı ki, xalam narahat olma. Gözə deyib ki, dayını mən götürəcəm. Niyə ayrılırdınız ki? Ya Allah ham yazı ki güzel. Daimi güzel götüreceğim onu. Hələ mən baxaram ona. Sən mənə lazım deyilsən. Sənə mən vara heç bir saat da baxmaram Şəhərbanı. Bir saat. Kimi sen ben niye? Sensiz Mən müəmminim çapacağım. Mən istəyən varsa qaynana kimi gəlib apar. Götürün, verin. Aparın xeyrin görün. İnşallah. Niye o değil özüm? Baxarsan? Deyir Nərgiz baxacaq, valla baxar. Mən əvvəl gündən demişəm. Bak Sakraburti kimi o şeyleri Şahrukan kimi. Əvvəl gündən demişəm. Əgər ki, ikimizdən birimizə baxılmalı olsa Nurlana mən baxaram. Nurlanın rasxodu çoxdur, amma dili şirindir. Sən ama var ha, əqrəb səni, əqrəb. Sənə nə eləyir, yaxşı eləyir. Mən hayır, Allah'ın onu tırkalayan sənsən. Yaxşı. Bax bu evdə and ola Allaha Nurlan kimi mülayim adam yoxdur. Bu onu doldurur, salır onu mənim canıma. Arada da pis olan baba olur. Prosta uğraşın da varlık da bilesin. Arada pis olan o. Opşum. Arada pis olan bu olur. vurursun? Bu qırıyır, göndərir üstümə. Öyle de çəkilir durur. Öyle de çəkilir durur qıraqda. Güya ki bu heç nə eləməyib də ağ süddən çıxmış qaşıqdır. Amma bilirsiniz nədir o? Bir dənə o sifətə baxın diqqətlə. Görün onun üzündə nələr var. Mən Şakirə görə demədim daha. O qaynanasından yanında deyirsən kimi qaynanam olsun. Gəlib aparsınlar məni. Az o bilir ki birazdan Alisan Mehtəbi, Baxçası, Xeyr. Universitetə, Zırta, burada aparmaq. Allah özümə versin, canını sağ eləsin. Heç kimə möhtac olmayım. Amin. Hamımız. Aparmayasın, aparmayacağım yazılı şeyləri də. Aparasın, mən sana ona görə heç istəmirəm. Ha, belə ata kimi istəyirsən. Yaxşı, gözəl, yaxşı. Sən bilsən ki, sənin qızın həmişə haqqın tərəfdarı Sən olub. sinə yiyəcəm də ədini cələtməz. Sənin, ben Nurlan'la ikimiz ayrı-ayrılıq da. Çox yaxşı insanlarsınız. Amma sizi bir araya qoyanda var ha, barut olursunuz, barut, ev yıxarsınız. Mən də buradan izləyicilərə demək istəyirəm ki, yazsınlar görək gözəl mənim haqqımda dedikləri haqlıdır yoxsa haqsız. Nə bilsinlər? Nə bilsinlər onlar? Ay qız, Bilmirlər şey. Nə bilsinlər də? bütün gün evimizin içindədirlər. Evimizin içində döyürlər, xeyr. Gəl 5 gün verim sən o yaxşı yazan izləyicisən. Allaha and olsun. Ma sən psixologiyasın nədir? Deyim. Sən psixasiyyət. Mən demirəm, sən pis deyirsən. Hə. Küsməyin. Sonra İnsan uman yerdən küsən. nə bilim, içinə atmalı, su bir hər şey gördü, atdı içinə getdi. Bak niye küsməsin gözəl? Beynimdə sən baba seni qarşıdan öldür, baba səni deyirəm ha. Dünəndən biz nə qədər yol getmişik, gəlmişik. Bir yerdən gəldə soruşduq, ayağını xar. Yox, qışqırmır ana qurban, qışqırmır. Qışqırmır ana qurban. Hə, sən. Yavaş danış baba, səs Ha? götürmür. Hə. Bir dəfə soruşdun ki, ayağına hardasınız, çatmısınız, yol geçsiz. İndi analığı va düzündə. Neçə dəfə yığmışam səni? Açmısan zəngimi? Gecə. Gecə yığmamışam. Yatmışdıq. Mən yatanda da sən məni yığmısan, mən yatmışdım. Düzdür? Deyirmə bizə niyə? Yox. Nədir düzü göstərmə o tərəfə. Dəqiq sən yürü, mən video montaj edəcəm qız o tərəfə. Sən. Mən yığmışam, açmayıb telefonumu. Arvadım. Gecə də yazdım ona ki, gecə deyil, saat 10 idi. Yazdım ki, amma indi durmuşam yuxudan. Ana baba, get atan yanına. Nə qız, get də uşağı. O deyir ki, sən mənimlə oyna. Hə. Nergis gel oynama. Yığdım, mamiyə dedim ki, gəl bura, dedi balam, yatmışam, yerindəyəm, dedim, yaxşı, gezən xeyrə qalsın, öpürəm. Hə.
Saat 10'dan evdən çıxamam. Özdə o gələndən sənin əlindən yığır. Deyir, mən apardı Qubiyyə yanından gəzmə adına, mən gəzdirmədi. Var, pulum yox idi, nə qarım? Ben o da üstüne döyə getmişdim. Bir oyuncu vlogdaşı gedirəm. Bayaqda baxıram. Deyirsən ki, sabah xalana aparın falan yerlərə, falan yerlərə. Hə, düz deyir. Niyə aparmadın? Sənə televizor. Bana param. Demədim, ay uşaqlar, demədim. Sen de çok şeyler demiştin. Dubai'ye gidende dedin ki papa, Dubai'de sen dedin ki papa size bir tane sürpriz hazırlamışam. Hə. Sürprizi görmedik. Geldin dedin sizi Türkiye'ye göndereceğim. Naftalına göndereceğim, görmedik. Niyə göndərim ki? Bəs mən niyə aparım ki? Ananızdır, verin aparım. Ağzıma açır, arvad səndir. Mənim ərim səndən pul istəyir ki, arvadımı falan yerə aparıram, özü aparır. Ben de eriyim yaşında olanda heç kimden pul... Ha, yine yandı ciğerim başı. Kocan adam gidip prosto telefon işlerinde oturur divan küncünde. Koca. Allah. Siz ver mənə o TikTok, ver mənə, ver o Instagram mənə, ver mənə, ver. Nə Instagram? Ver mənə, ver, işte bir şey göstərirəm, ver. Ver o Instagramı mənə, reklam edirəm. Bax, arkadaşlar, mənim ciğerim yanır, sizin ciğeriniz yanmasın, məni qınayanlar. 70 yaşında arvadlar Bak. Bak, qocalıb. Kimdir 70 Bak, siz Allah. Bunlar Bunlar qocalıb, bax, neçə min abunələri var? 3299. Bak, 45 yaşındaya qoza deyirsən, 60 yaşındakı nədir yaxşı? Mən 45 yaşımda şəxsən, mən oturacam küncdə. Allah mənə ömür versin, görəcəm sən 45 yaşında oturasın. Sən 45, hələ sən 25 yaşından ora... Bax, sən yenə bu arvada görə özündən çıxır. Mən cavanam kəsdirirəm. Bütün mənim kəsdirməyim. Amma 45 yaşı var, 47 yaşı var, göz bir yerindən nöqsan var. Mən nə deyirəm, mən deyirəm. Əyrəm sən, əyrəm deyəməyəcək, gözünü düzəltdirəsən, orayı düzəltdirəsən. Sən ki, mənim üzümə ağ oldun, Nurlar. Səni mən çölə... Ay Allah. Gör bir yerində nöqsan var, hər yerin əyri-əyrimdir. Mənim əyrim zat deyil, şükür Allah. Əyrim niyə olur? Dur ha, figurasına baxaq. Sən düzəltdirdiyin figuraya, orijinalına baxaq. Görürsən, bax, yenə sən öz baxın orada. Başıma niyə dolanım? Sən öz baxımdan qırıram. Sən şeylərin... Sən onun bağına getdin, bax. Bax, sən neçə dəfə demişim, qarışma sən. Bax, qarışırsan, hə? Söz deyə bilmirdi, nə için dağılırdı? Niyə demir? Sən niyə demir? Gözü iki kameranı bağlayayım. Sən, sen kameranı bağlayana sonra deyir, o sözünü. Bax, gördün? Ərin də dedi ki, kameranı bağlayandan sonra Hatta deyirəm. bir sen bilmir da söz demeye. Niyə qıymır ki? Desin qoy cəmaat da görsün ki, bunun da dili var. Sənə görə mənə deyirlər ki, arvad safdır, arvadın üstünə kəmkirirsən. Düz deyir, vallahi. Vallahi düz demirlər. Səni tanısalar o sözü deməlidir. And ol Allaha var ha. Əgər mənim qaynanam sakitdirsə, az mənim qaynanam trasın ortasında qız yolu, belə saçlarım belə əlinə verib qızım. Siz onu tanımırsınız. Məndən ümniyə olub. Yəni siz onu tanımırsınız. And ol Allaha tanımırsınız. Baxın, belə sakitdir va. And ol Allaha, onun canında sakitçilik varsa. Oy, əlim üzümdə qalsın. Heç demirəm ha. Mən onu... Özündən hiç danışmırdın. Sen özündən... Baba, mən nəyəm? Sən gözüm, mən zaten qınıyırlar da. Mən deyirəm ki, mən nəyəm göz önündəyəm. Mən olsa itin sözünü deyirlər. Biraz da sizə desin. Neye bilmirlər axı, nəyimizi desinlər? Görmürlər. Fağır adamlar, bütün adam... Git onduran Bize ne desinlər ki? Bize hiç ne diye bilmirlər. Çünkü geride neyi yüzde de oyun. Sen ama yüzde de görürlər, geride de görürlər, fərqli sən. Fərqli dönüm. Mən şükür Allaha. Nə ilk gündən mənə də söylürlərsə, evə söylürlər. Elə yerində qalmışam. Söylürlər ki, bəlkə düzələrəm, görürlər düzələm deyirəm. Mənə nə desə də, ekran mən vecimə deyil. Mənə nə desə də, nə istəyir nə deyirsin, istəyir mənə hörmət istəyirəm. Sən deyirsən, mamam küsür, qaynanam küsür. Amma məsəl hörmət istəyirəm, indiyənə kimi. Məsəl üçün deyirəm da, hə, onun hər bir şeyini keçirəm də, onu qəbul edirəm. Niyə səbəb? Çünki səbəb odur ki, oğlumu xoşbəxt edirsən, nə verirsən. Niyə demirsən ki, səbəb odur ki, sənin çox gözəl ürəyin var. Çat qoydun ki, çatıram da hələ. O cür nəvəm var. Amma sən bir də çolka kəssin, and ol Allaha sənin çolka dibindən qalxacaq. Sən ürəyin istə, sən ürəyin belədir, həqiqi deyirəm, ona demirəm, ekrana demirəm, belə də deyirəm. Amma o dilim var ha. Mənim bu dilim olsa siz mənə basıb yemişdiniz. Dilim qırt. Baba, mənim nə dilim var sən Allah? Acı dilim var. Acı dilim zadım yox. Nə alim durum. Yaxşı, bax dəyişirəm rolları. Tut mənim kamerayı çək, anacam, nərgiz düşməsin. Hə, çək. Canım axar, get maskalarını çıxardım. Elə deməyim, mənə elə demə. Canım dədəm. Mənə elə demə. Bax, nə təbarsan Sən elə onu ol. da hörmət edirəm. Ay Allah, inan Allaha düzdür. Az. Ya, qoy biraz da onu çəkin. Bunu biz də çək nə? Bunlar bu sən nə istəyir? Gəl.
Mən bu insanı öpə bilmirəm. Ay başlı öpürəm. Bax. Niye öpemiyorsun? Niye sevemiyorsun? Amma sevə bilmirəm. Nəfəs Ha, sen o boyda oğul verir de niye Allah, sevemiyorsun? yenə yandı ciyərim. Ay, mən nəyəm? Mən balqabağzadan. Mən də bir ana doğub da. Hadi sen ananı öpür. Yox. Niye? Sacitlə mənim anam gəlmişdi bura. Bax, Allaha and olsun. Sifət elədi, oturdu burada, durdu, çıxdı, getdi çölə. Mənim anam qayıtdı ki, tacirən olub, dedim, heç nə, bəs bir dənə məsələsi vardı ona görə. Nə anamla normal danışdı, nə görüşdü, nə Niye dedi, nə danışmışsın? güldü. Gözəl problemi var da. Onunla Problemi var mı? Bəs o da onu deyim, mən də onun cavabını verirəm. Nə mən də Yo, biləm gənə problemi. deyil, danışma. Mən də mamam qayıtdı ki, Allaha and olsun, tacir deyim, niyə sifət eləyirəm. Dedim, onun başqa problemi var ona görə. Yəni, yanlış, təsəvvür ki, sən gəzən, mən sənə durub sifət eləyəm. Sən necə pis təsir eləyəm? mən də başa düşürəm ki, sizin Oy, nəsə babası. probleminiz var ki, Yalansa səni, ay, necə ekrana ay oynayam, Nurlan, ya necə Rəbbi. döndürən Allah. Gəlmişəm, görürəm, İlahi. keyfləri yox. Sənə qurban olum. Problemlər. Bunlara Nərgizdən çəkdir ya Rəbbim. Amin. Bax öz də burada öz yanında deyirəm. Az Nergiz'den burada. Ne çekeceğim Nergiz'den? Ne Nərgizdən çekeceğim? Ne çəkdir. edeceğim? Ay Ne edeceğim? Allah, Yaxşı ay olsa Allah, yaxşı ay olacağım. Allah. Sənə qurban olum ya Rəbbim. Pis olacak pis olacağım. Karşılıklıdır. Sən dinmə, sən sakit dur ay Nurlan. Allah. Bu gəlinlə dəlləşib ikisi səni döyəcəklər. Niyə oturuyorsun Hadi Nərgizin gözleme. yanında? Ha? Nərgiz sən mənə kimi baxar? Yox, sual verirəm. Baxar, baxmır. Bax öz yanında deyirəm. Niyə baxmır? Baxar. Sakit dur. Baxar. Baxar. Hə. Sən Nərgizə tapşırıram. İnşallah. Ay Allah, qoy Allahın izni ilə görəcəm. Mən hər zaman görəcəm. Ben hiçbirine yıkılmıram. Eğilmirəm. Yıxılmırsan ki? Yok, bakmalısınız mecburiyetindesiniz. Bakmaq mecburiyetindesiniz. Piçon baxma məcburiyyətindəyəm. Bakmalısan, mən kim ata var ha? Hadi mən kim ata var ha? Hadi harada var mən kim ata? Niye koymuşsan oturum yerde? Harada var? Ha? Mən sənin narahatçılığın var. Yox, bayaqdan Sən- mən nə deyirəm? Deyirəm sənə özüm baxacam. Sən özü atmısan ortalığa, özü Atmıram. öldürsən Deyirəm burada. yani dilsiz ağızsız adam da niye elə? Tabii o da dilsiz. Səni var ya, səni ömrümü sürdü. Bu o da Az mən dilsiz. koştum. Mən koştum. O mənim babel eləməsəydi mən Allah bilir haralarda uçurdum. Sakaranlıq yedim. Mənə koştu. Gördün? Yenə də ərin. Valla. Amma həqiqətən yaxşı tapışmış. Yazık yazın ben aslında yaxşı tapışmış. Da orada demeyin elə düz deyilsə yaxşı tapışmış. Yəni Neyse arkadaşlar Teşekkür biz formalaşmışsınız. gerçekten Teşekkür. çok Bizim için mehriban bir yaxşı. aileyiz. Birbirimize her sözü izleyeceğiz. Biraz önce birbirlerine her söz zarafatına sokuldular ama gece mehribandılar. Yok biz söz sokmuruq. Sadece olarak diyalogumuz budur. Günlük diyalogumuz. Kameramı bağlayıp qırağa da qoysam, xəbərlər də olsa yenə bu atışma belə davam edəcək. Narahat olmayın. bir dəfə kameranı helələyəndən sonra, danışandan sonra bağla tulla da bir yerə açıq qoy. Elə heç kim xəbər olmasın. Heç tacirin də. Bir dənə sən bil. Amma sən də daha ekrana işləmə. Mən olsun bu. Hə. Bu mən normalda da beləyəm. Danışaq, görək, qoy görsünlər ki. Sən an verəm Allaha. Mən normalda da belə Amma danışıram. bilməyəsən də heç kim bilməsin ki, sən kameranı qoymusan ora. Hə, yaxşı. Suallar verməsən üçün, mama, mən telefon yoxdur da. Çox istəyirəm ehil olsun. Hə. O izləyicilər görsün ki, mən Yəni kadra bax, hasta eləyəmirəm. vallah bir dənə gözəl bilər də Mama, onu. mən sən demədim. Sən kadr arxası məndən pissən. Hə. Mən deyirəm ki, səndə də yəni var da o dilavər. Az olmalı da dilsiz Ay sarfat bana var idi. küsərəm daha, bəs. Yox, küsməyimi demirəm. Mənə dillər ki, hayasızsan. İndi mən sənə o sözü deyə bilmirəm də. Dillər ki, hayasızsan da, dillisən, dilavərisən. Oxşamısan da, Mən də deyirəm ki, oxşamışam da qaynanama. Ondan Mənim qaynam and Allaha arvadlar yolu be. Quran and olsun, arvadlar. Birini elə yolum ki, saçın əlində qalır. Yolmur. Ana qapsatdan gəldirsən ki, ərim falan kəsib göz vururdu. Anan gedib onu şırıqlayar. Xalan yonmur, nənən yonmur. Yəni, mən bəs- Onun hələ zərgələmi, dilsiz zərgələmi. O da az qala familə şiş soxuydu. Evet O arkadaşlar. dilsiz zərgələm. Mən o mənə deyirəm, küsməyin zadın olar onsuz da boş şeydir. O sən elə qəbul eləmişik mama. Yəni hamınız Sən- bilirsiniz, biriniz deyil. Belə də ki, elə Yenə bu kişi qarşılayıb bu arvadların söhbətinə oturmur ya yerində. Axı da bu arvadlar sənin axırva çıxacaq. az mən nə hər ilə marvat. Mən Bu nə gəzir yenə evdə bu vaxt mama necə? Gözəl, borca 1000 manat pul lazımdır bir aya. Heç bir manat da vermərəm. Sənə var ha, and içmişəm. Ay Nərgiz, o qalıb arabanın altında. Kredit götür. Az nəyəsə mən YouTube çəkirəm, izləyicilərim maraqlıdır. Buyur. Buradan da biraz Bu da çəkərsən. mənə bezdirib. Gidin bunu alırsınız, onu almışsınız atın qırağa da, bu yüzünü göstərər rahat. Dekabrın 28-i elçi gedəcəm. Dekabrın 28-i baba, sən getməsən. Bax, əziz izləyicilər. Quşlamıram. Getdinən ki, dekabrın 28-i gəlirlər.
31'e gelmiyor ki bayrama düşüyor. Pasiysen sen bayramdan sonra git ki bayramdan qabaq getsin, bayramdan 28 desem 31'de gideceğim oralara. 28 dönmek bayramlığı da aparmalısan da. Ben şuradan sayıda götüreceğim. 28 gitseye 30 bayrama gideceğim. Həfisi tamam. Ne? Asıl sen Nə ne? girdin boynuma? Bir de gittim Mart bayramına ona göre de Allah gelmiş. Neyse tabii. Tacir. Pazar faslı söz deyirəm. Alice fikir verir. Dodak gülürse heyecanlanır. Gülür ki yok dodak. Aman ne yaptın? Zarafasız 150 ona 100 de buna ver. İkisini de düzeltini getirin. Məsələn papa. Onu oradan koyak bayram geldi kabaktan. Böyle eski geldi buradan eşit. Ha güzel o niye benim ki kapı yoxundu. Üstücün başını korkasın yazınlar var mı? Güzel o ne kadar? 100 dolarıyla bir tane kışa altta tevestet yerim geldi. 16 teröristen yıxsan papa. Alisa şey eləyəcək. Alisa çatmayacak onu. Ha, bildim. Buradan bir tane tevestet yedik. Ha. Kabağını da şüşeli verecek bunun için. Kapısını şüşeli verek. Ha oynuyor. Kapısını böyle şüşeli vereceğim onun için. Kıçını. Profilden, kara profilden. Bir şey. O sığacak içine. Bəh, televizorumuza baxın, ezolabımıza baxırıq. Bir də evin gününə basınacaq. Ne çekeyim de ne kızım? Televizorda baxmanın ayrı ləzzəti var. Hə, Tacir adam elə bir kinoya baxır. Ləzzət elədir. Hə, Alice? Benim karşımda göz mumculuq da. Alice onu eləmir də. Alice da başqa hamı oturur, amma Alice oturmur. Deməli uşaqlar, Alice'nin çimizdirdim. Saçını qurutdum. Budaki danışır ancaq. Ne var köyüne köyü şeyler, ne var verin Köyünə yaprak. kürüşün yox, təzə televizordur. İstəmirsinizsə problem deyil, göndərin başqasına. Sən göndərin, no problem. Ya ver babama gönderdim onu baksın. Papa bunu göndərəcək zarafat uşaqlar rayona. Baba O ayağı yoktu. divardan asılır da. Deyə üstünə təzə şey qoyub da. Deyə bundan var da. Sizin ayağınız var. Tacir götürdüğü sonda toyuyor ora. Nə ayağı? Son ayağı çıxdı. Nətər yəni ayağı? Altından belə buradan sökmə ayağı, həqiqi. Tırmanmayın da. Yo, tullamayın. Onun içindədirsə qoy qırağa Hadi karıqdan. atmayın da. Sen kapağı stolun üstüne koysan ne arasın? Tacirden soruşarsan. Hə, yaxşı. Şeydə onda O o ümumiyyətlə gözəl. Burada at onu krafatınız adına. Danışır Bakı. Hə. Oy. Ver de ver ona pultu istəyirsən ver. şey eləyir axı. Ver, heç sənəmir. Nə edəcək onu? Çıxartma da, usta televizor sönülür. Yandırır. Allah haqqı bayaqdan bütün kanalları qarışdırıb bir-birinə. Televizora pedagoqika vermisən? Yeniləmirsən? Deyir yeniləməyəndə bir axı Şamil deyir ki, yeniləməyəndə şey olur. Nədir o? YouTube silinir özünə, bir də girmək olmur. Nəysə, başlamısan videonu? Tamam. Deməli, uşaqlar, bayaqlarım Instagramda sorğu-sual qoymuşdum. Videomuzun əslində sonuna gəlmişik. Prosta sorğu-sualda da cavablandırdım ki, YouTube'da bildirəcəm. Sualların hamısında yazmışsınız ki, Alisa simesi necə tərk edib və Alisa necə yatır, necə durur. Qısa bir şəkildə danışacağım ki, çox vaxtınızı almayın. Deməli, Alisa'nı hardasa bir həftədir ki, bir həftədir ki, Alisa'nın simesini kəsmişəm. Bir həftədir ki, yemir simesi. Alisa'nı geç sakitləşdir, mən özüm danışım. Üzüm düşür. Aha. Alisa bir həftədir ki, bir həftə yox, ikinci həftə olar ki, ümumiyyətlə simesinə səhər və axşam vermirəm. Soruşursunuz ki, nə verirsiniz gün ərzində? Səhər duranda kaşa verirəm. Almalı kaşa, kavitanı kaşasından alanda Tacir alır. O biri kaşalar da var, onlardan da alanda alır. Səhər mütləq şəkildə kaşa verirəm. Elə gün olur kaşa verirəm, elə gün olur ki, yumurta verirəm. Səhər saat maksimum 12-də durur. Yəni 12-dən tez durmur. 12'de durur kaşasını yiyir. Saat 12 işləmiş, 12 qalmış böyle. Hə, oxşur 12-də, oxşur mən 12 deyirəm. O vaxt durur kaşasını yiyir. Sonra saat 2-də zadda su pişirəm orada. Bilirsiniz, ya ətdən, ya toyuqdan, kökdür, brokoli falan belə şeylər qatıram. Saat 2-də falan supunu verirəm. Təzədən yatışdırıram. Yenə 2 saatdan sonra supun üstündən 1 saat keçəndə rastişka verirəm, ya piçenli verirəm, ya nə bilim, əlimə çox vaxt çörək verirəm. Çörəyi çox qəşəng yeyir. Çörək verirəm. Özümüzə balıq almışam. Balıq pişirdikcə balıq verirəm, yeyir. Belə şeyləri yeyir.
Və axşam gecə yatanda, misal üçün, indi saat misal üçün də saat 11-dir. 11-də də supunu yedizdirirəm, axırıncı supunu, bir boş qab supunu yedizdirirəm. Onunla da suyunu içir, yatır. Bir də bu arada mən Alisaya doğulandan, ümumiyyətlə 6 ayından tez, hardasa 2-3 aylıq idi Alisa, ancaq su vermişəm. Ümumiyyətlə Alisa şirin çay içmir. Hətta təmiz suda. Ümumiyyətlə şirin çay içmir, şirin su belə içmir. Ancaq adi su vermişəm. O dillərə uşağın falan ayına kimi su olmaz falan filan mən vermişəm. Və indiyənə kimi də Alisa su içir və hər su yeyəndən sonra mütləq şəkildəki su mütləq şəkildə içir. Su içməyəndə də özü başlayır ağlamağa, bilirəm ki, həmin dəqiqə su istəyir. Yuxu rejimi də necədir? Günorta yuxusunu mütləq ki yatır, saat 4-də zadda yatır. 4-də maksimum 5-də yatır, durur saat 8-ə işləmiş. 8-ə işləmiş, ya 8-ə qalmış durur. Ücə saat 10-a zada işləmiş, təzədən bir də yuxusu gəlir, mən onu yenə yatızdırıram. Alisanı ümumiyyətlə rejimlə yatızdırmıram, özü nə vaxt istəyir, onda yatır. Çünki bir damcı narahat olan kimi bilirəm ki, yuxusu gəlir, yatır və yatızdırıram. Yuxusu, məsəl üçün, saat indi neçədir, Alisa hələ yatmayıb, yuxusu gəlmir, çünki oynamaq istəyir. Vaxt zaten onsuz da 1 yaşı vardı, uşaqların bu yaşlarında yuxu pozğunluğu olur deyə düşünürəm və yuxusu gəlmədiyi müddətcə yatızdırmıram. Rejimə də salmamışam, çünki zaten özümüzün rejimindədir. Saat hardasa ən gecə maksimum 12-dən sonra yatmaq vaxtı olur, yeməyin yeyir, yatır. 11-də 12-yə işləmiş, saat 12-nin yarısına kimi supunu verirəm. Dalıca su içir, biraz oynayır. Sonra maksimum 12-də falan 1-ə işləmiş saat gedir, yatır. Səhərdə səhərə kimi də durmur, yatır səhərə kimi. Hələ yerinə girəndə də yatmır. Yerinə girəndə məsələn uzanır atasının yanında. Bir saat atasının yerində fırlanır. O üzə fırlanır, bu üzə fırlanır, eləmçinə yatır. İndi də 2 dənə koleska sürür. Yəni yuxu rejimi budur. Yeməyi də budur. Buna bax, bu uşaq yatmaq istəmir. Mən bunu necə məcbur yatıstırım? Döyüm yatıstırım. Güc münasibəsi var, oynayır. Bilirəm, gecə fikir rejimə salmaq lazımdır falan filan, amma yəni salmaqlıq deyil də bacı yatmır. Zaten indi biraz keçicə, vaxt keçicə rejimə düşəcək, göz yatacaq. İndi gedəcək atası ilə yeməyi yedi. İndi bu dəqiqə bir qab sup yiyib, bir boş qab sup yiyib. Suyunu da içdi, deyib, suyu da buradadır. İçdi. Всё. İndi gedəcək 5 dəqiqə 10 dəqiqə oynasın ki, üzünü həzm eləsin, köp yaratmasın. Ona kimi atası da çay içsin. Atası da çayını içsin, sonra gedirik, uzanırıq yerimizdə. Yerimizdə də bir saat başımızı oynatır, danışır, eləyir, bizi güldürür, eləyir yerimizdə. Ondan sonra yatır. Bir də durur səhər saat 12-də, maksimum ən gec 12 tamamda durur. Ondan sonra yeməyi yeyir, oynayır, kaşasını yeyir, dediyim kimi supunu yeyir, suyunu içir, yoğurt yedizdirirəm. Bunlar Alisa rastiş qalmısan bugün? Bu aldıqlarım da. Rastiş qalmamısan? Tamam, sabah alarıq. Rastişkasını falan yeyir. Ən çox da əlinə belə piçeyni zad istəyəndə şirin şey ümumiyyətlə vermirəm Alisaya. Meyvə çox verirəm. Alma soyuram qabığını, verirəm əlinə. Qəşə almanı maşallah yeyir. Alma da, şəftəlidir, mandalindir, belə şeyləri yeyir. Belə. Şimdi isə iyice gələk. Sağ ol elə. Sən elə. Çimizdirmişəm, rahatlaşıb, gidib yatacaq. Sağ olun inşallah. Sabah görüşənədək inşallah.